Herkese salam, əziz dəyərli yoldaşlar, dəyərli izləyicilər. Bu günlərim sizə bir buraxılış sınağı izaha verəcəm. Gəlin baxaq. Suallardan başlayaq. 7-ci sualdan başlayırıq. Deməli, zəm varsa, deməli mən bura avtomatik olaraq nə qoymalıyam? Müqayisə. Və özündən sonra, əgər nöqtələrdən sonra isim gəlirsə, bu zaman mən sifətin qabağına və yaxud da müvafiq olan ən artikl qoymalıyam. Yanqa getdi, Z yanqası getdi. Çünki isim yoxdur və bu üstünlük dərəcəsidir. 4-6-nı çıxdığıma görə A, Y variantlar gedəcək. Very young A dərəcəli getdi. Cavabımız olacaq nə? B variantı. Baxaq 8-ci suala. 8-ci sualda baxaq. Bilirik ki, xəbərdən, yəni fiildən sonra gəlməlidir nə? Obyekt al. Və özündən sonra isim gələndə biz nə qoymalıyıq? İsimlə işlənən yəlik hal qoymalıyıq. Burada adlı halda getdi. Baxaq digər məsələlərə. Hours'dan sonra isim gəlməz. Amma burada house isimdir. A getdi. Özündən sonra isim gəlmədi, obyekt ala ehtiyac yoxdur, getdi. It, his, her, Dear Tom expected you to help him to onun evi. Yəni hansı canlıların evi getdi, cavabımız olacaq Y variantı. Baxaq. Baxaq 9-cu suala. Saçdan sonra İlk öncə biz bunu bilməliyik ki, soldan sonra gəlir sifət və zərf. Saçdan sonra isə gəlir isim və yaxud da ismi birləşmə. Bu hələ ilk qaydamız və onu da bilməliyik ki, soldan sonra gəlir much, many, few, little. Eyni şəkildə bilməliyik ki, saçdan sonra isə yalnız gələr a lot of. Elə buradan görünür ki, saçdan sonra much gəlməz, saçdan sonra little gəlməz. 1 və 2 mənim doğru cavabımdır, yəni A variantı. Getdi, baxaq buna. Only'dən sonra gəlməlidir ya a few, ya da gəlməlidir a little. Burada people sözü cəmdə olduğuna görə gələcək a few, yəni D variantı. Baxaq. To-dan sonra olmalıydı bu söz S apostrofla, yəni days. 2 səhvdir. Artiklından sonra gəlməlidir tək, yəni day. Apostrof S səhvdir. Cavabımız da 1 və 4, yəni C variantı. Baxaq. Deyir Orxan. Deməli uşaqlar, biz bilməliyik ki, xitab təkdirsə, bu zaman olmalı nə? Yourself. Yəni A variantı. Baxaq, deyir who speaks Spanish most fluently? Deyir kim İspanca səlis danışır. Burada İspan dilindən söhbət getdiyinə görə və language sözü olmadığına görə heç nə qoymayacaq. Deyir, mən düşünürəm İspanlar. Burada xalqdan söhbət getdiyinə görə ziyarət qoyulacaq, yəni cavabımız olacaq B variantı. Deməli, baxaq bu məsələyə. Baxın, it fərqlərinə. Deməli, it özündən sonra ya isim gəlməlidir və yaxud da isim gəlməyə də bilər. Çünki həm müstəqildir, həm aslıdır, həm müstəqildir. Deyir, it izdən sonra isə tamamlıq gəlməlidir. Yəni, artikllı söz gəlməlidir. Deməli, it iz verməliyəm. Getdi, it, getdi. Itdən sonra isə it adlı aldı və obyekt aldı. Ya özündən sonra xəbər gəlməlidir, ya da söz öndən və xəbərdən sonra it gəlməlidir. Yəni, həm adlı xal ola bilər,
həm obyekt hal ola bilər. Cavab burada ilk olaraq verəcəm it, is. Çünki dedim artikeldir söz gəlir axı. Özündən sonra water isim gəlir. Bu zaman it's variantında vermək olar. Yəni cavabımız olacaq nə? Y variantı. Deməli, baxaq 15-ci suala. 15-ci suala baxaq. FU-dan sonra mən ilk öncə bilməliyəm ki, FU-dan sonra gəlməlidir nə? Cəm isim. Eyni şəkildə many-dən də sonra gəlməlidir cəm isim. Aha. Hələ ki bu. Deməli, bu glasses olmalıydı. Özündən sonra sayılmayan isim gəlməz. An article-dan sonra edən və an article-dan sonra gəlməlidir nə? Sayılan tək isim. Burada advice sözü cəmlənməz C-də səhvdir. Rice sözü cəmlənməz D variantı səhvdir. A bucket of water cəmimiz olacaq Y variantı. Demək 16-cı sual baxaq. 16. There's the opposite meaning. Aha, powerful, big. Bunlar sinonimdir. Disappointed. Opposite'dir. Aha, sinsik. Nazik qalan 4'ü götürək. Disappointed. Məyus, kədərli. Abi, weak, zəif demək də. Başım qarşılayıb. Cavab olacaq 1 və 4, yəni D. Demək, keçək 17-yə make-up sentences. Bu sual zaten zadədir. Şiərsiz 18. Aha. Əgər of varsa biz baxmalıyıq xəbərə. Amma keçmiş zamanda olduğuna görə bir məna kəsb eləmir. Özündən sonra cəm gəlib. Aha, getdik. All, boss, Erin səsi düzdür, iç də düzdür. Yəni, içlə bağlı bir məsələ deyim. Deməli, uşaqlar, içdən sonra düzdür, tək isim gələr, amma və tək xəbər gələr. Amma, each of-dan sonra cəm isim gələ bilər və yenə tək xəbər olmalıdır. Sən şəkildə samlandan sonra işlənər. Elə altısından da sonra gəlir. Baxaq, deyir, fon sayılmır. Fon nədir? Cansız. Cansızdırsa işlənəcək which və yaxud da that. Boşluq da ola bilər. Yəni, cavab olacaq 2, 5, hətta 6. Deməli, şu olur. Baxaq, progress sayılmır və təkdədir. Burasında okey isə deməli, lots of, few olmaz, many olmaz. Çünki bunlardan sonra nə gəlməlidir? Cəm. Aha. A getdi. B getdi. Y getdi. C getdi. Cavabımız alınacaq nədir? 21. Mr. Brown nephew like those deyir, hansı səhvdir. Aha. Yoldaşlar, çox sadə bir sualdır və burada heç yəni sualı bilməmiş bu sualı tapmaq olar. Yaxşı, baxın. Bu deyir hansıdır? Brown'un qardaşı oğlu xoşlamır bu şalvarları, deyir o alıb başqa birini. Trouser sözü cəmdir. Deməli, burada ən azı olmalıdır. Cavab olacaq Y. Aha, 22 speak var. Və bizi burada qoymalıyıq nə? Zərf. Zərf qoymalıyıq və as var. As olanda biz qoyuruq nə? Adi dərəcə.
Nə qoyuruq? Adi dərəcə qoyuruq. Deməli cavabımız olacaq nə? A variantı, yəni fluently. Dəyərli yoldaşlar, izahımız bu qədər. Əgər bizim sürət qrupumuza da qoşulmaq istəyirsinizsə 099 702 54 44 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Sağ olun, salamat qalın.